Bayram günlərinin hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 26-sında Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq. İyunun 27-sində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 20-22, gündüz 28-33 dərəcə isti olacaq. İyunun 28-də hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 21-23, gündüz 29-34 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah yağıntı gözlənilir. Eləcə də 27-si gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə gözlənəcək. Temperatur gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq. İndi isə sabahın havası ilə bağlı daha ətraflı. İyunun 26-sında Bakıda və Abşeronda yağmur hava müşahidə olunacaq, mülayim cənub küləyi əsəcək. Temperatur 19-22, gündüz 28-33 dərəcə isti, atmosfer təzyiqi 758 mm civə sütun olacaq. Naxçıvanda, eləcə də əksər rayonlarda da sabah yağıntı ehtimalı yoxdur. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq, şərq küləyi arabir güclənəcək. Temperatur gecə 16-21, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.